Və hazır. Dəyərli tələbələrim, baxın, bu formada sizə qaydası ilə göstərmişəm. Tələbələrdən biri müəllimə, fəza fiqurlarında əgər parça düşsə necə işləmək lazımdır, komponovkada nüanslar nədir, necə işləmək lazımdır, onu sual verdi və mən də sevə-sevə əlbəttə ki, çəkirəm bu videonu. Baxın, komponovkada əsas nüans nədir? Fikir versəniz, sizcə mərkəzdə yerləşməyində altla üstür önəmlimi? Yoxsa yan tərəflər? Əlbəttə ki, yan tərəflər. Əgər mərkəzdə yerləşməsini istəyiriksə, naturadan işləyiriksə, vərəqin tam ortasında, mərkəzində işlənilir və yan tərəflərin nisbəti bir-birinə bərabər getməlidir. İndi deyəcəksiniz müəllimə, yan tərəflər hansı? Ümumi mi, yoxsa tək-təkmi? Əlbəttə ki, ümumi. Burada ən geniş hissə haradadır? Enli hissə. Buradan başlayır, buraya kimi. Baxın, konusa nəzərdə tutulur. Bəzən uşaqlar altı götürürlər. Deyirlər ki, müəllimə, buradan buraya kimi. Xeyr. Ümumi hissə haradadır? Budur, bir də budur. Yəni, baxın, gözümlə göstərirəm sizə. Buradan, baxın, görürsünüz, bu tindən. Bax, bu tin üst-üstə düşməlidir. Hamısında sizin üçün kiçik formada göstərmişəm eyni. Parça necə olur? Parça hissəsi asandır. Sadəcə biraz formasını verirsən. Baxın, əsas məsələ nədir? Fəza fiquru. Baxın, fəza fiqurunu parça üstələməyib. Çox da ştrixləməyə ehtiyac yoxdur. Çünki əsas məsələ nədir? Fəza fiquru. Yəni, konusla kubdur əsas olan. Burada da ştrixləməsini də sizə göstərəcəm. İndi ştrixləmə prosesinə keçək. Ştrixləmə prosesinə necə olur? Neytral ümumi vurulur, sonra isə mərhələli şəkildə tündləşdirməyə başlayır. Açıqdan tündə doğru. Yəni, bir dəfəlik qaralamırım. Birinci başlamıram konusu, neytralını vurub, tündləşdirib, sonra keçmirəm kuba. Mən hamısını eyni dərəcədə işləyib, eyni dərəcədə gözəlliyi ilə də bitirəcəm. Deyəcəksiniz ki, yəni, bu uşaqda problem yaranır ki, deyir ki, müəllimə, tək-tək işləyəndə mən əla işləyirəm. Sənə elə gəlir. Zaten mən bunu bir yerdə də işləsən, eyni nəticəni göstərərsən də. Yəni, işləyən adam sənsən də. Nəticə necə eləyirsənsə, elə də yekunlaşar. Amma sadəcə burada vaxt söhbətidir. Siz 3 saat sizə vaxt verilir, 10 saat sizə vaxt verilmir. Tək-tək işləyəsən, bunun, nə bilim, kubun üzərindəki o nöqtələrinə qədər işləməyə ehtiyac yoxdur. Sən əsas formanı tuta bilərsən, qurması yerində olsun, komponovkası yerində olsun, ştrixlər yerində olsun, yaxma olmasın. Bunlar da sizə əsas. Yəni 2 saat mən bunu bir-bir istəyim, sonra buna keçim. Parçaya çatanda ay vaxt qalıb yarım saat. Qaralayım, qura-qura bir şey alım, hə, pis yox, işim qutardı. Sonra deyirsən ki, hə, mən qiymətim niyə belə aşağı oldu və başqa bir şey. Bunun üçün işləmək üçün tələsməmək lazımdır uşaqlar. İndi sizə ümumi formada göstərirəm. Baxın, neytral ştrixlər atırıq. Neytral nədir? Digər videolarda da görmüş olarsınız. Orada işıq kölgə alması yoxdur. Sadəcə xəttlər vardır. Bir-birinin yanında olan xəttlərdən söhbət gedir. Baxın, karandaşı bu formada tuturam. Baxın, rəssam karandaşı kimi tutun. Ruçka kimi tutmayın. Siz burada ədəbiyyat, şeirzat yazmırsınız. Qəşəng formada, baxın bu formada, rəssam kimi tutun. Karandaşı qəşəngcə qavrayın. Vərəqdə hiss eləyin. Baxın, dırnağınız dəyməlidir. Yan hissə kirlətməyin. Belə-belə sürtürlər, uşaqlar qapqara eləyirlər. Mənim əlim qaralmır. Sadəcə barmağın bir uc hissəsi qaralır. Bu hissə də önəmlidir uşaqlar. Bir də o əlcək söhbəti. Əlcəyi mən taxmayı sevmirəm. Nə deyim? Çox sevmirəm. Əlim qaralırsa da qaralsın. Rəssamın əli zaten qaralar da. Sadəcə işinizi yaxmamalısınız. Əsas məsələ budur. Gəlin indi başlayaq. Baxın, bu formada. Fondakı səslərə görə üzr istəyirəm, çünki kənddəyəm deyə, evimdəyəm deyə. Baxın, neytraldır bu uşaqlar, baxın. Bu qıraqdakılar siləcək zaten, ümumi neytralı atmalıyım. Neytralı vurduq. Neytralı vurduqdan sonra kuba keçirik. Kubda necə olur uşaqlar? Yan hissələri yana ki, baxın bu formada. Öndən işləyəndə də baxın yuxarıdan aşağıya doğru bu formada.
və üst hissəsində baxın. Xəttlər hansı istiqamətə gedirsə, mən də o tərəfə istiqaməti ştrixləyirəm. Və əsas məsələ parça məsələsi. Parçanı da uşaqlar ümumi ştrixləyir. Bax, buradan sən necə ki, məsələn, ümumi atıram belə. Sonra yuxarıya çatdıqda belə yana atıram. Əlbəttə ki, bunu sildikdən sonra bunu eləyin. Çünki xəttlər üst-üstə düşəndə nə olur? Tündləşir. Baxın bu formada. Baxın, alt hissəsində aşağıdan yuxarıya doğru. Burada isə yan hissəndə baxın, istiqamət hara gedir? Bu yana gedir. Buradan da aşağıya doğru. Parça artıq nə olur? Aşağıya düşür. Fondakı bildiyiniz kimi. Bəzi uşaqlar deyir, müəllimə, fon ehtiyacı yoxdur, nə bilim, elə bir nəyə görə eləyirik fonu. Uşaqlar, fonu sadəcə bilindirin ki, dərinlik yaransın. Baxın, indi artıq biz onu tona saldıq da, belə görsənməyəcək. Baxın, uşaqlar bu formada. Bizdə indi hələ ki əsas olan fəza fiqurudur. Fəza fiqurunda əgər bizim işığımız bu istiqamətdən gəlirsə, avtomatik bizim konusumuzun hansı istiqamətində iştirak aparacaq bu formada. Yəni indi göstərim sizə. Baxın. Bu formada yəni ki, baxın. Və aşağıya düşdükdə isə uşaqlar, bir hissəni sizə yaxın olan künc hissə ki var, onu qabağa çıxartmaq üçün bu formada ştrixlər atara bilərsiniz. Baxın bu formada. Buradan tün gəlir. Yan tərəfə nə olur? Açıqlaşır. Və bu qıraq hissə ki var, əlavə xəttini silirsiniz. Və baxın. Bu ön hissə necə qabağa gəldi. Baxın. Bunu tamamlayın, sizə göstərəcəm. Baxın uşaqlar, bu formada ştrixləyəndə artıq iki fəza fiqurda, artıq bu formada işləyəndə gördüyünüz kimi iki fəza fiqurda ortaya çıxmış oldu. Baxın bu formada. Və fon məsələsinə çatdıqda, uşaqlar, sizə sualım var. Əgər bu istiqamətdə işıq düşsə, bu hissə ilə bu hissə açıq olacaq, elə deyilmi? Biz də ona görə fəza fiqurumuzda konusun bir tərəfini, baxın, silirik. Gördünüzmü? Və sanki karandaşmış kimi onun bir hissəsini, tonunu açırıq. Baxın bu formada. Elə bir ştrixləyirəm. Bunu çalışın, pozanla eləyin, karandaşın pozanla eləməyin. Çünki bəzi pozanlar olur ki, yaxşı olmur. Ən yaxşısı. Və buradakı yan hissəki kontur o qədər də bilinməməlidir. Yumuşaldırım. Bax, görürsünüz, konturu yumuşaltdım. Baxın, işıq kölgə. Baxın, işıq kölgə çıxdı ortaya.
Baxın uşaq, bu hissəni əslən tam silmirəm. Sadəcə qıraq hissəli günəş işıq düşən hissəni. Biri, baxın, konusunuzun daha həcmli və gözşən görsənməsini istəyirsinizsə, baxın, yaxınlaşdırıram, xəttləri diqqətlə baxın. Bu hissədən başlayırsınız tünd xəttlər aparmaya, baxın bu hissədən. Baxın, belə eləyəndə daha həcmli görsənir və qıraq hissəsində də bir ağ xətt apara bilərsiniz. Bunun refleksidir. Refleks çox tünd olmamalıdır, amma çox da itməməlidir. Bu işinizin həcmli formada olmağında da. Baba, burada da refleks var, təbii formada alınıb, burada da ağ xətt var. Və ştatlarınızı biraz yumuşaq işləyirsiniz, iş yekunlaşır. Baxın, bu formada əgər parça olsa, bu formada eləyərsiniz və əsas bizim baş rolda bu iki elementdir. Parça artıq 3-cü və 4-cü dərəcəli bir şeydir. Yəni əsas burada bu iki fəza figurudur. Çünki siz fəza figurundan imtahan versəniz, bunlar da əsas. Və nəticə hazır. Və bu formada hazır. Hər birinizə bol uğurlar. Ümid edirəm ki, istədiyiniz yerdə təhsil alarsınız, ali məktəbə daxil olub tələbə adını qazanırsınız. Və əgər videonu axıra qədər izləmişsinizsə, qabiliyyət imtahanına hazıram yazın.